Qarabağ Futbol Klubundan danışmaq istəyirəm. Bəli, Qarabağ Futbol Klubu özü-özlüyündə bir adi klub deyil, həm də Azərbaycanın bir qələbə simvolunun adını daşıyan Qarabağ Futbol Klubu. Bəli, uğursuzluğu vardı, hamı kimi mən də narazı idim. Qarabağ Klubunun həm futbolçularını, həm də rəhbərliyini tənqid edənlər çoxdur, mən də onların sırasındayım. Bir gün Qarabağ Futbol Klubu Azərbaycanda Alman maşını deyilən sınmaz bir maşını heç olmasa döyüş meydanında olmasa da futbol meydançasında sındıra bildi. Hamımıza uğur götürdü, bütün Müslüman dünyasına, eyni zamanda Türk dünyasına bir şərəf gətirən bir klubdur. Ancaq Qarabağ Futbol Klubunun simvolunda bir at var. Yəni Qarabağ atlarının bir simvoludur. Bax, bunun özü, atın özü bir igidlik, mərdlik bir həm də simvoludur. Həm də bir yarış simvoludur. At özü yarış simvoludur. Məsələn, heç bir normal at qoymaz ki, başqa at onu keçsin yarışda. Bax, bizim futbol klublarının əsas problemlərindən biri odur ki, yarışmaq instinkti ölüb. İnsanlar, çoxlu klublar var Azərbaycanda. Baxırsan, görsən, nə işlə məşğul olurlar? Niyə görə? Qarabağ futbolunun fikirləşirlər ki, çoxu buna maaş çox verirlər, yolun qərarları çoxdur. Əgər sizin bir yerdə qərarlarınız xoşunuza gəlmirsə və yaxud maaşınız xoşunuza gəlmirsə, həmin yeri tərk edin. Amma orada oturub, məsələn, havayı maaş almaq, bax, Qarabağ Futbol Klubu bir neçə dəfə uğursuzluğu vardı, hamı təhqir edənlər də, tənqid edənlər də. Yəni, maaş almaqla, yəni idmanla məşğul olmaq olmaz. İnsan maaş xatirinə heç yerdə işləməyə bilməz. Əgər bu təkcə futbola aid deyil, ümumiyyətlə, həkimsən, müəllimsən, fəhləsən, əskərsən, birinci olmaq lazımdır. Qarabağ Futbol Klubu öz-özlüyündə göstərir. Yəni, bunu nümayiş eləmək, bunu başa düşmək üçün çox da dərinə oturub fikirləşmək lazım deyil. Əgər siz bir yerdə xoşallanmırsınızsa, oradan çıxın gedin. Amma maaş alıb orada oturmaq, maaş xatirinə, işə getmək xatirinə, işdə oturmaq, bu özü günahdır. Çalışın birinci olmağa. Qarabağ Futbol Klubu öz-özlüyündə göstərdi. İdmanın bütün sahələrinə aiddir. Maaş xatirinə işləmək, nə də idmanla məşğul olmaq olmaz. İstəyirsənsə, gərək birinci olasan. Heç olmasa atdan öyrənək.